Az əvvəl də biz izlədik bu süjetləri. Fikriniz maraqlıdır ki, belə ölkədə gördüyünüz kimi Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Gürcüstanda sizcə bu vəziyyət kimə, bu xaos kimə sərf eləyir? Gürcüstanda hələ demək olar ki, uzun müddətdir ki, bu etiraz aksiyaları davam edir. İndi ötən gündən fərqli olaraq bu aksiyalar kiçik miqyasda davam edirdi. Amma Gürcüstan hökumətinin qəbul etdiyi qəti qanunlar var idi ki, məsələn, QT-lərlə bağlı qanunlar və digər qanunlar, bunlar Avropa İttifaqına Gürcüstan arasında müəyyən siyasi böhrana gətirib çıxartdı. Hətta fundamental böhrana gətirib çıxartdı. Demək olar ki, Avropa İttifaqı Gürcüstan hökumətini dəstəkləmir, müəyyən rəsmilərə qarşı viza rejimi tətbiq eləyir. Həm Amerika Birləşmiş Ştatları, həmçinin Avropa İttifaqı Gürcüstan hökuməti konkret olaraq seçkilərlə formalaşıb və müstəqil siyasət həyata keçirməyə çalışır, balanslı siyasət qurmağa çalışır və Avropa İttifaqına məsafəli. Avropa İttifaqına tələb edir ki, mənim müstəqil siyasətimə hörmətlə yanaşmalısan. Çünki bilirsiniz ki, eks-prezident Mixail Saakashvilinin vaxtından Gürcüstan, Qərblə Gürcüstan arasında müttəfiqlik əlaqələri var idi və Gürcüstan demək olar ki, Cənubi Qafqazda Avropa İttifaqının əsas siyasi müttəfiq kimi xarakterizə olunurdu. İndi proseslər dəyişib, yeni bir siyasi nizam formalaşıb. Bidzina İvanaşvilinin nəzarəti altında Gürcü Arsu hökuməti öz siyasətini həyata keçirir və 4 oktyabrda keçirilən yerli özünü idarə etmə orqanlarının seçkilərdə, yəni gözlənildiyi kimi hakim partiya qələbə qazandı. Demək olar ki, bütün yerlərin hamısını Gürcüstan üzrə əsas Gürcü Arzu Partiyası qələbə qazanır. Və sizcə Gürcü Arzu Partiyasının qələbə qazanmağına Avropa necə reaksiya verir? Avropa İttifaqı artıq buna demək olar ki, tanımır və müxalifətə ciddi dəstək verir. 4 oktyabr demək olar ki, həmin gecədə bilirsiniz ki, Prezident sarayına da hücumlar təşkil olundu etiraz aksiyaçıları tərəfindən və hökumət tərəfindən sərt şəkildə bunların qarşısı alındı və demək olar ki, hökumət konkret olaraq etirazlara çox ciddi şəkildə cəza verməklə bu prosesi dağıdır və həmin etiraz aksiyalarını da təşkil edilənlər həbs olundu. Tiflis yaxınlığında meşələrdə silah-sursat da aşkar olunur və bu dövlət çevrilişinə cəhd kimi də qeyd olunur və göründüyü kimi həmin silah-sursatda yıxacaqlar müxalifətin üstünə ki, dövlət çevrilişinə cəhd olursunuz. Təbii ki, obyektiv şəkildə deyəndə mən düşünmürəm ki, Gürcüstan müxalifəti silaha əl ata bilər. İndi hakimiyyətini öz mövqeyini gücləndirmək, Gürcü Arzu hakimiyyətini saxlamaq üçün belə senarilərdən təbii ki, istifadə edir. Amma bu onların daxili işidir. Avropa İttifaqı Gürcüstanda hökumətin bu seçkilərini tanımayacaq. Bundan sonra Gürcü Arzusu hökuməti ilə Avropa, Qərb arasında münasibətlər daha da böhran vəziyyətinə gələcək. Bəs bu Gürcüstanın siyasətinə, sosial həyatına, ümumiyyətlə bugünkü vəziyyətinə necə öz təsirini göstərəcək? Hansı sahələrinə öz təsirini göstərəcək deyə bilərsiniz? Bəli. Deməli, Gürcüstanda ümumi sosial vəziyyət Qərblə əlaqələrin inkişafında müəyyən qədər rifaha doğru gedirdi. Hətta viza rejimi də qaldırılmışdı. Amma getdikcə Qərb, Avropa İttifaqı Gürcüstana müəyyən sanksiyalar tətbiq edəcək və bu da əhalinin sosial rifahına mənfi təsir edəcək. Həmçinin yeni qanunlar da Gürcü Arzusu hökumət tərəfindən qəbul olunacaq və bu total şəkildə Gürcü cəmiyyəti üzərində nəzarətin güclənməsinə gətirib çıxaracaq. Təbii ki, bunu da Avropa İttifaqı qəbul etməyəcək. Çünki Gürcüstan kifayət qədər Avropa İttifaqı ilə iqtisadi əlaqələr qurmuşdur. Həmçinin siyasi əlaqələr də bunlar da getdikcə aşağı səviyyə enəcək. Bu, təbii ki, Gürcüstanın maraqlarına ziddir. Ümumiyyətlə, Cənubi Qafqazın maraqlarına ziddir. Biz Cənubi Qafqaz regionundan danışsaq, çünki bilirsiniz ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir. Avropa enerji diversifikasiyasında mühüm rol oynayır. Avropa ölkələrinin son Kopenhagendə keçirilən samitin Azərbaycan prezidenti ilə də Avropa liderləri, Avropa İttifaqının baş katibi çox isti münasibətlər qururlar. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz onlar üçün bir nəfəslikdir. Mərkəzi Asiya, Çinlə əməkdaşlıq baxımından. İndi Ermənistanla da Azərbaycan arasında münasibətlər
normallaşır. Azərbaycan və Ermənistan Amerika Birləşmiş Ştatları ilə də Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırılır. Bu Gürcüstan isə prosesi biraz tormozlayır. İndi biz bütün nəqliyyat orta dəhliz Gürcüstan üzərindən keçir. İndi Zəngəzur dəhlizi açılacaq. Orta dəhlizin əsas segmenti olacaq. Bilirsiniz ki, Gürcüstan hökumətini Rusiya ilə loyal əməkdaşlıqda günahlandırır Avropa İttifaqı. Amma Gürcüstan Rusiya ilə diplomatik əlaqələr qurmayıb. Çünki Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edib. Amma buna baxmayaraq Gürcüstanın həyata keçirdiyi siyasət, bugünkü hakimiyyətin Rusiya prezidenti Vladimir Putini məmnun edir. Ona görə də Gürcüstan uçuşları bərpa olunub. İqtisadi qadağalar aradan götürülüb, viza rejimi aradan götürülüb. Yəni bir növ Gürcüstan hökumətinin həyata keçirdiyi siyasət ümumi Cənubi Qafqaz siyasətinə müəyyən qədər problemlər də yarada bilər. Yəni Gürcüstan elə bir potensial yoxdur ki, manevr siyasət həyata keçirsin, müstəqil siyasət keçirsin. Cənubi Qafqazda bir müstəqil və manevr siyasət həyata keçirən bir ölkə var, o da Azərbaycandır. Çünki Azərbaycan iqtisadi imkanları, coğrafi mövqeyi ona imkan verir. Bu günlər Gürcüstan tranzit baxımından müəyyən iqtisadi layihələrdən Azərbaycan asılı bir ölkədir, həmçinin enerji baxımından. Yaxşı olardı ki, Gürcüstan Avropa İttifaqı ilə bu dərin böhrana gedə bilməzdir. Həmçinin Gürcüstanda dediyimiz kimi 2004-cü ildən formalaşmış bir sistem var idi. Gürcüstan əhalisi o sistemə öyrəşmişdi. Birdən-birə gəlib total sistemin qurulması təbii ki, Gürcü cəmiyyətini, oradakı vətəndaş cəmiyyətinə etirazına gətirib çıxaracaq və bu da təbii ki, Rusiyanın xoşuna gələcək. Biz istərdik ki, Gürcüstanda xaos olmasın, orada sabitlik olsun. Gürcüstan-Azərbaycan əlaqələri daimi strateji xarakter daşıyıb, biz strateji tərəfdaşıyıq. Orada bizim 500 minə yaxın soydaşımız yaşayır. Gürcüstan-Azərbaycan arasında heç vaxt siyasi problemlər olmayıb. Dediyim kimi, həmişə Azərbaycan öz yardım əlini Gürcüstan üzərində saxlayıb və bundan sonra da olacaq. Amma Gürcü arzusu hökuməti də vətəndaş cəmiyyətini, oradakı siyasi partiyaları, həmçinin əhalinin də maraqlarını nəzərə almalıdır və Avropa İttifaqı ilə konfrontasiyaya gedəcəksə, bundan əziyyət çəkən elə Gürcüstan hökuməti olacaq. Birinci İvanishvili öz milyardlıq sərvətinə baxıb hesab edir ki, Gürcüstan dövləti inkişaf edir, varlıdır. Amma bu elə deyil axı. Kənardan baxanda Gürcüstanın müəyyən qədər çətin vəziyyətə yuvarlandığını da görürük. Baxın, Moldovada seçkilərdə Qərb qalib gəldi. Ukraynada Rusiya ilə Qərb müharibə aparır. Avropa İttifaqı çalışır ki, Gürcüstanda da Rusiya qalib gəlsin bu məsələlərdə. Amma Moldovada qalib gəldi, amma Gürcüstanda yerli seçkilərdə Avropa İttifaqı Rusiya uduzdu. Yəni geosiyasi rəqabət meydanı kimi də xarakterizə etmək olar Gürcüstanı. Yaxşı, baxaq, beynəlxalq siyasi nizam, geosiyasi proseslərdə Gürcüstan hökuməti kimin yanında olmalıdır? Qərbin yaxud Rusiyanın. Mən düşünürəm ki, indiki situasiyada, əgər təhlükəsizlik baxımından, rifah baxımından Gürcüstan hökuməti öz seçimini etməlidir. Mən düşünürəm ki, bu Avropa İttifaqı olmalıdır. Çünki Avropa İttifaqı kifayət qədər güclənir. Yəni, dediyim kimi, Gürcüstanın başa düşürük millətçidirlər, öz dövlətlərinə sadiqdirlər. Amma bu günləri güclü öz şərtlərini diktə edir. Gürcüstanın dediyim kimi o resursları yoxdur ki, müstəqil siyasət apara, Qərblə baş-başa gələ. Yəni, Azərbaycan baxın, Qərblə kifayət qədər həm müharibə vaxtı, müharibədən sonra çox ciddi şəkildə qarşı durma yarandı siyasi böhran baxımından. Fransa kimi böyük ölkə Azərbaycan çox ciddi problemlər yaratdı. Axırı Fransa prezidenti Kopenhagendə Azərbaycan prezidentinin qucaqlaşdı və münasibətləri normallaşdırmağa getdilər. Amma Gürcüstan bu potensialı yoxdur axı. Gürcüstan hökuməti mütləq şəkildə Qərblə münasibətləri yaxşılaşdırmalıdır. Nəinki Rusiya reveranslar etməlidir. Çünki Rusiya Gürcüstanın müstəqilliyinin bir nömrəli düşmənidir və Gürcüstanın daima təhlükəsizliyini təhdid edən əsas ölkədir. Məhəmməd bəy, təşəkkür edirik bir ətraflı şərhinizə görə. Eyni zamanda da biz gördük ki, bu günlərdə Kaxa Kaladze 3-cü dəfə Tbilisi meri seçildi. Əslində onun yəni şəhərin meri olduğu müddətdə xalq bu qədər razıdırmı 3-cü dəfə seçilir?
Mən deyə bilmirəm ki, oradakı seçkilər saxtalaşdırılıb və yaxud saxtalaşdırılmayıb. Bu onların daxili işidir. Amma ümumi götürdükdə Gürcüstan xalqı, ümumiyyətlə mən Tiflis böyük şəhərləri baxımdan oradakı Gürcüstan gedən prosesləri izləyirəm kütləvi informasiya vasitələri vasitəsilə. Görürəm ki, ciddi narazılıqlar var. Bəli, Gürcüstan hökumətinin atdığı siyasətdən, çünki korrupsiya, demokratiya geriləmələri, sosial rifahın çətinləşməsi, sərt qayda qanunlar, cinayətkarlığın artması, narkomaniyanın artması, sosial və investisiya layihələrinin aşağı olması bu xalqı narazı edir. Amma indi onu artıq beynəlxalq təşkilatlar və Avropa İttifaqı bu məsələyə onlar daha da obyektiv yanaşarlar. İndi mən bilmirəm, Kalasi saxtakarlıq yolu ilə seçilib və yaxud xalq ona səs verib. Amma düşünürəm ki, 3-cü dəfə seçilirsə və əhali bundan ciddi narazıdırsa, demək olar ki, burada bu seçkilərdə müəyyən problemlər olub. Təkcə Tiflisdə deyil, demək olar ki, Tiflisin bütün şəhərlərində hakim partiya Gürcü arzu namizədləri qalib gəlib. Müxalifətə demək olar ki, şans tanınmayıb və Gürcü arzusu bu seçkilərdən sonra müxalifətə qarşı sərt cəza mexanizmi həyata keçirəcək. Hətta Mixail Saakashvilinin Vahid Milli Hərəkatının partiyasını da bunlar ləğv edəcəklər. Digər partiyaları da ləğv etmə prosesinə başlayır və bu Gürcüstan dövləti üçün, Gürcüstan xalqı üçün müsbət perspektivlər vəd etmir. Təşəkkürlər. Gürcü arzusu hökuməti Bidzina İvanishvilinin siyasəti çox polemikadır və düşünürəm ki, bu Gürcüstan dövlətinə qarşı Qərbin sanksiyalar tətbiq etməsinə gətirib çıxaracaq. Məhəmməd bəy, təşəkkür edirik ətraflı izahınız üçün, şərhiniz üçün.